Ramiz Mehdiyevin həyat yoldaşı Galina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb, Xural TV-də yayımlanan həmin açıqlamanı təqdim edirik. Bugün Mehdiyevin taleyinin ağır günləridir. Ramiz Mehdiyevin həyat yoldaşı Galina ilə o zamanki Qaçqın.com Əli Həsənovun həyat yoldaşının Patandatda tikdirdikləri villada ustaların yanında ermənicə danışdıqlarını Xuralda manşetdən vermişim. Ustaların biri ağlaya-ağlaya Xurala gəlmişdi. Kəvəz müəllim, biz hağa gedirik, nə olacaq? Və mən o zaman onu yazdım, üstünə getdim. Məlum oldu ki, həmin Galina xanımın başçılığında Azərbaycanda vəzifəli məmurlarının, erməni arvadlarının, həyat yoldaşlarının birləşdiyi bir Hayastan təşkilatı var. Və bu Hayastan təşkilatı adı dəyişmiş ermənilərin bir gənclərinin vəzifə qoyulması işinlə məşğul. Ermənicə danışıblar öz aralarında. Hayastan təşkilatı qurublar və bu Hayastan təşkilatının üzvlərindən biri də adını dəyişmiş bir erməni İrina Danyelyan məni məhkəməyə vermişdi. Məhkəmədə bir isminə vaxtı idi. 24 apreldə saxta erməni soyqırımı günü. O zaman sağ olsun o mənə informasiya dəstəyi verən, o zərər çəkən oğlan Arzu, salamlayıram buradan onu. O sənədin əslini çıxartdırıb gətirdi mənə. Biz o qadına sübut elədik ki, sən İradə Hüseynova yox, sən İrina Danyelyansan. Və o qız məhkəmədən başını götürdü, getdi bağıra-bağıra. Siz bunu hardan bilirsiniz, siz bunu bilə bilməzsiniz. Mən həbs olunanda Ramiz Mehdiyev mənim evimi buldozer gətirmişdi. Evin qarşısına ki, qeyri-qanuni tikili kimi sökün. Ramiz Mehdiyev mənim ömrümü başdan ayağa tərsinə yazdı, Əli Həsənovla birlikdə. Bizim anamızı ağlatdı Ramiz Mehdiyev, Əli Həsənov cütlüyü. Azərbaycan mediasını bədbəxt elədi. Azərbaycanda nəinki rus dilində danışan adamlar, Azərbaycan dilini bilməyən adamlar, erməni əsilli, erməni nigahı qarışığı olan insanlar Azərbaycanda dövlət vəzifələrində əyləşib. Mən dövlət başçısına, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edirəm. Yuxarı strukturda əyləşmiş dövlət məmurlarının hamısının nigahı araşdırılsın, milli etnik mənsubiyyəti araşdırılsın. Qarışıq nigahdan olan insanların Azərbaycanda dövlət strukturunda əyləşməsi yol verilməzdir.